Dostlar, hər kəsə salam olsun. Bu gün sizlərlə maraqlı bir video seriyasına başlayacağıq. Bu seriya isə belə deyim, qanunların konspekti olacaq və bizim ilk mövzumuz konstitusiya olacaq. Konstitusiyanı mən əlbəttə ki, böləcəm hissələrə. Konstitusiya mövzusu böyük olduğu üçün mən bunu bir hissədən ibarət çəkə bilmərəm. Ən azı 10 bölüm beynimdə var, belə deyim. Və sonda bu video seriyasını izləyənlər videonun ən sonunda bunu PDF şəklində mənim Telegram və WhatsApp qrupumdan əldə edə bilərlər. Dostlar, gəlin baxaq ilk olaraq konstitusiyamızın qəbul edilməsinə. Baxın, konstitusiyamız 95-ci il noyabr ayının 12-si qəbul edilsə də, qüvvəyə minmə tarixi 95-ci il 27 noyabrında olub. Və bu hissədən keçirik digər konstitusiya əlavə və dəyişikliklərə. Konstitusiyaya əlavələr olunub. 2009 və 2016-cı ildə həm dəyişiklik, həm əlavə olunub. 2002-ci ildə burada indi yanlış olub, düzəldərəm onu da. 2002-ci ildə isə sadəcə dəyişiklik olunub. Bu da belə. Daha sonra keçək digər hissəmizə. Digər hissəmizdə nədir? Burada referendum mexanizmi var. Qeyd olunur ki, xalqın suveren hüququdur öz idarə etmə formasını seçmək və öz müqəddəratını həll etmək. Referendumla həll olur konstitusiya əlavə və dəyişikliklər. Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişikliyi. Bu Milli Məclisin qərarı ilə olur. Referendumla həll olunur vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə. Və bir də bizim sonuncu məsələmiz, yəni buna qısa şəkildə deyirəm, hər hansısa şəxsin vəzifəyə təyin olunması, seçilməsi, bu kimi məsələlər də referendumla həll olunur. Məsələn, baş prokurorun vəzifəyə təyin olunması məsələsi. Dövlət hakimiyyəti məhdudlaşır. Baxın, daxili məsələlərdə bu olacaq yalnız hüquqla, xarici məsələlərdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə. Qeyd olunur ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətini hamılıqla qəbul edilmiş, beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Yəni bu arada onu da deyim uşaqlar, mən burada hər hansısa bir maddənin izahını verməyəcəm. Bu sadəcə konspektdir. İmtahan üçün konspektinizdir. İmtahana hazırlaşanlar daha tez bu konspektə baxaraq biliklərini təkrar etmiş olacaq. İndi keçirik digər hissəyə. Bu arada izahla bağlı da videolarım var, ona da baxarsınız. Prezidentin rolu və təminatına baxırıq. Prezident təcəssüm etdirir xalqın vahidliyini, amma təmin edir dövlətçiliyin varisliyini. Prezident təminatçısıdır nələrin? Dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və beynəlxalq müqavilələrə riayət olunmasının, bir də məhkəmə hakimiyyəti müstəqilliyinin təminatçısıdır. Bax, bu imtahanda sizə düşə bilər. Növbəti baxaq bura, dövlətin ali məqsədindən danışırıq biz. Dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Daha sonra biz keçirik mülkiyyət hüququna. Mülkiyyət hüququ qeyd olunur ki, toxunulmazdır. Dövlət tərəfindən, belə deyək, müdafiə olunur və mülkiyyətdən aşağıda qeyd edilənlərin əleyhinə istifadə edilə bilməz. Şəxsiyyətin ləyaqəti, cəmiyyətin və dövlətin mənafeyi, insan və vətəndaş hüquqlarının və azadlıqları ilə bağlı belə də əleyhinə və bunların əleyhinə istifadə edilə bilməz. Dostlar, keçirik digər məsələyə keçirik. Burada dövlət rəmzləridir. Qeyd olunur ki, konstitusiya qanunu ilə müəyyən olunur. Nələr? Dövlət bayrağının təsviridir, dövlət gerbinin təsviridir, dövlət himninin musiqisi və mətni də konstitusiya qanunu ilə müəyyən edilir. Daha sonra düşək aşağı hissəyə. Hər kəsin doğulduğu andan hansı hüquqları var? Baxın, toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları vardır. Və biz bunu demişdik ki, tap kimi də yadınızda saxlaya bilərsiniz və hüquqdan sui-istifadəyə yol verilmir. Daha sonra dövlət təminat verir. Nələrə təminat verir? Vərəsəlik hüququna təminat verir. Post, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini saxlamaq, ekoloji tarazlığın saxlanılması, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Amma dövlət imkanlar yaradır. Nəyə imkanlar yaradır? Xeyriyyəçilik fəaliyyətinin inkişafına, könüllü sosial sığortanın inkişafına, sosial təminatın başqa növlərinin inkişafına, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Daha sonra qanunla qorunur nələr? Mülkiyyət, belə deyək, müəlliflik, ixtira, əqli mülkiyyət hüququ qanunla müəyyən edilir bunlar. Fərdi məlumatların dairəsi, emalı, ötürülməsi və mühafizəsi şərtləri, tətil etmək hüququnun məhdudlaşdırılması, fərdi və əmək münasibətləri, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği də
qanunla müəyyən edilir. Bəs qanunla nə məhdudlaşır? Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyətdən belə deyək, bu mülkiyyətlə bağlı qanunla bunlar məhdudlaşır. Daha sonra bu hissədə valideynlərə hörmət etmək və onların qayğısına qalmaq kimin borcudur? Uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərə baxmağa borcludurlar. Uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin həm hüququdur, həm də borcudur. Bu da belə. Mülkiyyətlə bağlı burada qeyd olunur ki, məhkəmənin qərarı olmadan heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz, əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgənikiləşdirilməsi yalnız qabaqcadan onun dəyəri ədalətli ödəmək şərti ilə müsadirəyə belə deyim yol verilir. Yəni bu məqsədlə. Daha sonra əmək aşağıdakıların əsasıdır: fərdi və ictimai rifahı. Bəs kimlər tətil edə bilməz? Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər və bir də onu da deyim ki, uşaqlar, lokatun qadağan olduğu isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokat qadağandır. Lokatun nə olduğu ilə bağlı da mənim videom var, o videoma baxa bilərsiniz. İndi bura keçirik. Qeyd olunur ki, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, onlara qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Kim? Hər kəs. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübə aparıla bilməz. Şəxsiyyətin ləyaqəti qorunur hansı subyekt tərəfindən? Dövlət tərəfindən. Konstitusiyaya görə bizim 5 azadlığımız var. Bunun biri fikir və söz azadlığıdır. Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və ya hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik yaradan təşviqat və təbliğata yol verilmir. Vicdan azadlığı isə bu bizim ikinci azadlığımız aşağıdakılara aiddir və burada da qeyd olunur. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansısa dinə tək başına və yaxud başqaları ilə birlikdə etiqad etmək və yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və yaxud ictimai əxlaqa zidd deyilsə sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır və bir də heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Baxın, burada bizim üçüncü sərbəst toplaşmaq azadlığımızdır və burada da hər kəsin sərbəst toplaşmaq azadlığı var və eyni zamanda başqaları ilə birlikdə dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərti ilə piketlər düzəltmək, küçə yürüşləri keçirmək hüququnuz var və s. Məlumat azadlığı bununla bağlı ayrıca qanun da var. Eyni şəkildə sərbəst toplaşmaq azadlığı ilə bağlı da ayrıca qanunumuz var. Yəni məlumat azadlığı dedikdə istədiyiniz məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığınız var idi və onu da deyək ki, mətbuatda dövlət senzurası qadağandır. Bununla bağlı da videom var. Dövlət senzurası nə deməkdir? Bax belə uşaqlar 5-ci azadlığı yazmamışam. 5-ci azadlığımız da yaradıcılıq azadlığıdır. Yəni hər kəsin yaradıcılıq azadlığı vardır. Sadəcə konspektə daxil eləməmişəm, imtahanda çox sual düşmür deyə. Bu bizim birinci hissəmizdir və onu deyim ki, bu davamlı olacaq. Əlbəttə ki, sizin belə deyim, bu videoya marağınızdan asılı olaraq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.